Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu gün kurikuluma aid 3 sualın izahını verəcəm. İzaha başlamamışdan əvvəl onu qeyd edim ki, aprel ayının sonu üçün bizim sınaq qrupumuz açılacaq kurikulumla. Siz bu qrupa qoşularaq son 4-5 ildə MİQ və sertifikasiya imtahanında düşmüş suallardan ibarət sınaqlar işləyəcəksiniz ki, hansı ki bu suallar imtahanda istifadə olunub. Həmçinin özümün tərtib elədiyim yüzlərlə imtahan tipli suallar işləyəcəksiniz. Və bunun üçün isə yalnız bir dəfə ödəniş edəcəksiniz. Bir dəfə ödəniş ödəməklə sınaq qrupumuza qoşula bilərsiniz və bu sizin imtahan biliklərinizi daha da təkmilləşdirəcək. Başlayaq ilk sualdan. Düzgün fikri müəyyən edin. Dərsdənkənar məşğələ fən kurikulumuna aiddir, doğru yazılıb. Xeyr, dərsdənkənar məşğələ fən kurikulumuna aid deyil. Bu, təhsil proqramına aiddir. Ona görə doğru deyil, biz götürmürük, biri silirik. Problemin həll yolunu daha da yaxşılaşdırmağa çalışır tənqidi düşünən insan. Bəli, tənqidi düşünən insan problemin həll yolunu daha da yaxşılaşdırmağa çalışır. Daha dəqiq şəkildə bunu təhlil edir. Rasional şəkildə, aydın şəkildə bunu həll etməyə çalışır. Bu, tənqidi düşünən insanın bacarığına aiddir. Bu, doğru fikirdir. Qarşısında da doğru yazıldığı üçün biz bunu götürürük. Cəlb etmə, təqdimat, fəaliyyət, öyrənmə üçün universal dizayn prinsipinə aiddir. Yanlış yazıb. Amma bu yanlış deyil. Biz inklüziv təhsil mövzusunu keçərkən bilirik ki, orada öyrənmə üçün universal dizayn var ki, burada cəlb etmə, təqdimat və fəaliyyət öz əksini tapır. Doğru fikirdir. Qarşısında yanlış yazıldığı üçün biz bu fikri götürmürük. Dördüncü fikrə baxırıq. Müzakirə, müsahibə, proaktiv xarakterli suallar refleksiya üsuludur. Baxın müəllimlər, müzakirə, müsahibə refleksiya üsuludur. Amma proaktiv xarakterli suallar bu refleksiya yox, cəlb etməyə aiddir. Ona görə doğru yazılıb götürmürük, bu doğru deyil, 4 getdi. Şagirdin kesilənləri anlama dərəcəsini yoxlamaqla bərabər həm də induktiv düşünmə formalaşdıran iş üsuludur, anlayışın çıxarılması doğru, bəli, bu doğrudur. Kesilənlərin anlama dərəcəsini yoxlamaq, induktiv düşünmə bilirik ki, xüsusidən ümumiyə gəlmə, anlayışın çıxarılması da bu cür həyata keçirildiyi üçün doğru yazılıb və biz bunu götürürük, çünki uyğundur. Sualın doğru cavabı 2 və 5 A bəndi. Növbəti suala baxırıq. Müəllim şagirdlərə getmək istədiyiniz ölkəni müəyyənləşdirin və faktlarla əsaslandırın tapşırığını verir. Faktlarla əsaslandırın tapşırığını verirsə, bunun idrak taksonomiyasının hansı mərhələsinə aid olacaq? Baxın, müəllim uşaqlara sual verir ki, hansı ölkəyə getmək istəyirsiniz? Misal üçün, mən deyirəm ki, mən Çinə getmək istəyirəm. Müəllim, mən Çinə getmək istəyirəm. Niyə getmək istəyirəm? İndi fikrimi əsaslandırıram. Ona görə ki, Çinin tarixi, mədəniyyəti, əhalisi mənim üçün maraqlıdır. Oraları gedib mən kəşf etmək istəyirəm. Görürsünüz, fikrimi əsaslandırıram, fikrimi dəyərləndirirəmsə, bu olur nə? Bu olur, əlbəttə ki, taksonomiyanın dəyərləndirmək mərhələsinə aid olan bir situasiya. Sualın doğru cavabı C bəndi. Və növbəti 3-cü sualımıza baxırıq və onu da qeyd edim ki, sınaq qrupuna qoşulmaq üçün 050 837 03 05 nömrəsinə yazaraq məlumat əldə edə bilərsiniz. Cədvələ əsasən uyğunluğu soruşur bizdən. Uyğunluğu müəyyən edim. Doğrudan doğru fikri götürməliyik. Yanlışdan yanlış fikri götürməliyik. Doğrudan doğru, yanlışdan yanlış. Ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək təhsil verənin hüququdur. Xeyr, bu təhsil verənin hüququ yox, bu təhsil alanın hüququdur. Yanlışdır, biz götürmürük, bizə doğru fikir lazımdır. Metakognitiv biliyin formalaşması emosional intellektin inkişaf etdirir. Bəli, həqiqətən də belədir. Ümumiyyətlə, metakognitiv bilik insanın özü haqqında bilikdir. İnsanın özünü idarəsi, özünü dərk etməsi bu metakognitiv biliklə əlaqəlidir. Bu doğru fikirdir. Layihə üsulunun tətbiqindəki məqsədlə layihə əsaslı təlimin tətbiqindəki məqsəd eynidir. Xeyr müəllimlər, mən bu dərsi keçəndə də öz müdavimlərimə, müəllimlərimə demişəm ki, layihə əsaslı təlim başqadır, dərslərdə layihə üsulunun tətbiqi başqadır. Layihə əsaslı təlim
şagirdə hər hansı bir mövzu verilir. Şagird bunu araşdırır və bu bir həftəyə də, bir aya da, bir yarım ilə də, bir dərs tədris ili ərzində də həyata keçirilə bilər. Bu layihənin mövzusundan asılıdır. Amma layihə üsulu, dərsdə layihə, yəni biz artıq dərsdə öyrəndiklərimizi tətbiq edirik. Bu bir dərsə yekunlaşır. Ona görə bunlar fərqlidir. Yəni məqsəd eynidir, eyni olmur. Burada məqsəd eyni deyil. Layihə üsulundan layihə əsaslı təlimin məqsədi eynidirmi? Xeyr, eyni deyil. Layihə üsulunda biz bildiyimizi tətbiq edirik, amma layihə əsaslı təlimdə biz yeni bilik, bacarıq qazanmış oluruq. Ona görə bu fikir yanlışdır. Üçüncü fikir yanlışdır. Buna bir qeyd edək. 2, 3 və 4. İdraki fəaliyyətin inkişafı şagirdə problem həllinə müxtəlif mövqedən yanaşma bacarığını inkişaf etdirir. Bəli, idraki fəaliyyətin inkişafı şagirdə problem həllinə müxtəlif mövqedən yanaşmaq, problemin həllinə müxtəlif mövqedən yanaşmaq, çərçivədən kənar baxmaq, əlbəttə ki, bu idrak taksonomiyasının yaratmaq mərhələsinə uyğun gəlir. Yəni sən problem həllinə müxtəlif mövqedən baxsan, yeni mövqedən baxırsansa, bu yaratmaq mərhələsinə uyğun gəlir. Bu da doğru fikirdir. Bizim sualımızın doğru cavabı 2 və 3. Doğrudan doğru, yanlışdan yanlış. Bugünkü sual izahları bu qədər müəllimlər. Sağ olun, hər birinizə xoş dinləmələr.